Var. Demək ki, gəlin olsa qəbul edərik, biz başlayaq. Birinci kəsirlərdən başlayaq. Tez-tez qısaca kəsirlərdən danışaq. Sonra da inteqrala keçərik. Demək, kəsirlər çoxunuzun bildiyi mövzudur deyə deyirəm ki, gəlin buranı sual-cavabla işləyək ki, həm sizin bildikləriniz yadına düşsün, həm də bir yerdə təşkil eləmiş olaq, bir yerdə baxmış olaq mövzuya. Demək, birinci, uşaqlar, məsələn, bizim kəsirlərimizi biz ümumi olaraq necə yazırıq? A bölünsün, B formasında yazılan ifadələri biz nə deyirik? Kəsir deyirik, elə deyil. Bizim burada A mənim nəyim adlanır? Sürət. Aha, Surət. A surətim, B Məxrəc. Məxrəc. və ortadakı xətt Xətt. kəsir xəttidir. Aha, əməl olaraq da bölmədir, düzdür. Biz iki nöqtə ilə olan bölməni artıq aşağı siniflərdə yazırdıq. Yuxarı siniflərdə demək olar ki, ancaq bu kəsir xəttindən istifadə edirik. Aha, kəsirlərimiz bizim necə olur? Düzgün olan kəsirlər var, düzgün olmayan kəsirlər var. Düzgün olan, olmayan kəsir nədir, kim bilir? Düzgün kəsir məxrəci sürətindən böyük olur. Düzgün olmayanda məxrəci sürətinə bərabər olur, bir də sürət məxrəcdən böyük olur. Tamam, doğrudur. Uşaqlar, baxın, heç birinizdən mən kitab qaydası tələb etmirəm. Çünki bəziləri olar, mən qaydasını bilmirəm, amma nə olduğunu bilirəm deyirsinizsə, öz başa düşdüyünüz formada da deyə bilərsiniz, ondan çəkinməyin. Onsuz da yəni misal tətbiq edəndə sizdən qaydasını soruşmur. Aha, deyirik ki, qiyməti 1 və 1-dən böyük olan kəsirlərə biz düzgün olmayan kəsirlər deyirik. 1-dən kiçik olanlara isə düzgün kəsirlər deyirik. Məsələn, uşaqlar, mən yazsam bura 3-də 2. Düzgündür, düzgün olmayanda? Düzgün kəsir. Düzgündür. Həm baxın niyə? Mən nə dedim qayda olaraq? Qiymətcə 1-dən kiçikdir. Kəsir xətti bölmədir də mən 2-ni 3-ə bölsəm 0 tam gedir. Nə olur bu? 1-dən kiçik olur, düzgün kəsirdir. Yaxud məsələn yazaram 20-də 16. Bu da düzgün kəsir olar. Məsələn 7-də 7. Düzgün olmayan. Düzgün olmayan. Və sürət və məxrəc bərabər. Düzgün olmayan. Aha, qiymətcə də nəyə bərabərdir bu? 1-ə. 7-ni 7-yə bölərəm 1. Qiymətcə dedik 1 və 1-dən böyükdürsə düzgün olmayandır. Məsələn yazaram 13-də 17. Düzgün olmayan. Düzgün olmayan. Çünki Olmayan. məxrəc Olmayan. Çünki böyükdür, birdən böyükdür. Aha, Qiyməti birdən yəni uşaqlar, bu düzgün olmayandır. Mən bunu düzgün olan formada necə göstərə bilərəm? 1 tam 13'də 4. 7-də 4. 1 tam Bir 13-də 13-də 4. Ay, sağ ol. Buna nə deyirlər? Necə ədəd deyirlər uşaqlar? Qarışıq. Qarışıq. Qarşılıq ədəd. Qarşılıq Demək, ədəd. qarşılıq ədəd nəyə deyilir? Həm tam hissəsi, həm də kəsr hissəsi olan ədədlərə deyilir qarşılıq ədəd. Aha, sonra hələ onluqlara gəlmirik. Adi kəsirlər üzərinə. Kəsir xətti ilə yazılan kəsirlər adi kəsirlərdir. Adi kəsirlərin nəyi var? Toplaması var, çıxması var. Toplama çıxmada biz nə etməliyik kəsirləri? Necə toplayıb Məxrəc- çıxarıq? Məxrəc və Məxrəc surətləri olduğu kimi. ortaq məxrəc edir. Mən ədədin məxrəci ilə bir kəsin məxrəci ilə o bir kəsin məxrəcini bərabər gətiririk. Məsələn, məxrəci nəyə vurursa, surəti də ona vurmalıyıq. Aha, kəsin əsas xassəsini deyir yoldaşınız. Deyir ki, kəsin surət və məxrəcini biz yalnız eyni ədədə vura bilərik, yaxud eyni ədədə bölə bilərik. Məsələn, gəlin ona aid bir nümunə yazaq. Mən burada deyirəm ki, 20-də 15. Əgər mən bunu tutaq ki, hər tərəfini 2-yə vururam. Alıram nə? 40-da 30. Mənim kefim istəyir, 20-ni 3-ə vurum, 15-i 2-yə vurum, olmaz. Mütləq ikisini də ya eyni ədədə vurmalıyam, ya da eyni ədədə bölməliyəm. Neylədim? Hər ikisini 2-yə vurdum. Yaxud istəyirəm hər ikisini 10-a vuraram. Bu olar 200, bu da olar 150. Yaxud baxın uşaqlar, mən 40-ın hər tərəfini 5-ə vursam, 30-u da 5-ə vursam yenə 150 alıram. Yəni bu kəsirlərin hər biri bir-birinə bərabərdir. Yaxud mən bunun sürət və məxrəcini eyni ədədə bölə də bilərəm. Neçəyə bölərəm 20 ilə 15? 5-ə bölsək müəllim 4-də 3. Aha.
və bu zaman kəsirin qiyməti dəyişməz. Bu kəsirlərin hamısı bir-birinə bərabərdir. Buna deyirik kəsirin əsas xassəsi. Nə oldu? Kəsirin sürət və məxrəcini eyni bir ədədə vurmaq yaxud bölmək olur. Hə, yox, mənim kefim istəyir 15 3-ə bölünür, 3-ə bölüm, 24-ə bölünür, 4-ə bölüm olmaz. Eyni ədəd. Aha, gəldik toplama çıxmaya. Toplama çıxmada nə edirik dedik? Məxrəclərimiz eyni olmalıdır ki, biz kəsirləri toplayıb çıxa bilək. Bəs biz məxrəc olaraq hansı ədədi götürürük? Əkyob götürməliyik. Əkyob götürürük. Bəli, məxrəcimizdəki ədədlərin əkyobunu götürürük. 6 ilə 8-in əkyobu 48. 24. Tamam. 48-dən baxın uşaqlar 48 də yaza bilərsiniz. Amma aha 24-dür. 48 ilə yazsanız cavabınız səhv deyil, doğrudur. Amma bizim məsələn test işləyirsiniz, variantlardırsa, orada nə olur? Daha çox ixtisar olmuş formada olunur. Əkyobla olan cavab olacaq. Amma yenə 48 ilə tapıb sonradan ixtisar edə bilərsiniz. Aha 24-dür. Gəlin toplayaq bunları. Aha bu nə olar? 24 6-da 4 neçə olar? 24'də. Aha, çünki 6-nı 4-ə vurdum deyə tamamlayıcı vurğu başına yazıram. 4-də 4-ə vuraram 16. Üstə gəlsin neçə? 12. 24'də 9. 24, 12 mi? 8 neçəyə vursam 24 eləyər. 3'ə. 3'ə. 8 3'ə vururam bir. Aha. Bunlar toplasaq nə edər? 24 1 tam 24'də 1. Aha, bunlar toplasaq eləyər 24'də 25. Bunu da Bu da bir düzgün tane olana keçsək. Düzgün olmayan da düzgün olan için. Aha, çıxmadı desəydi çıxacaqdıq. 16-dan 9 çıxardım, 24-də 7 qalardı. Aha, sonra gəlin nə? Kəsirlərinin vurulub bölünməsində. Vurmada nədən istifadə edirik? Məxrəc və sürətlərini vururuq da. İxtisar varsa ixtisar atarıq. Aha, biriniz deyin bunu yazaq. Məsələn, 100 vurulsun 16, 160, elə bil ki, burada 10 ilə 15 ixtisarı gedir. 15, 10 ilə 15'i bölürük hər ikisini 5'ə. 3, orada ixtisarı burada 1. Orada 2. 2. 8 8'e gedir. 16 bölü 8 2 alınır. Orada da 1 qalır. Orada 2, burada da 1. 1, 16'nı 8'də 2. Sonra da ixtisarım qalmatsa nə edərəm? Yan yana qalanları vuraram. 2'ni 2'yə vuraram 4. 3'ü də 1'ə vuraram 3. Bəs uşaqlar tamla olan olsa nə edəcəkdim? Tutaq ki, mənə deyir ki, 1 tam, məsələn, sadə bir Düzgün şey olmayan seçməliyik. Mən düzgün olmayan kəsirə çevirib sınırıyoruz. Aha, bu nə olar? 1 tam 4'də 1 düzgün olmayana kimsəm? 4'te 5 4'də 5. 4'te 5. O da 4'te 5 vurulsun 5'te 3. Aha, o da buradan 104. 5'lerim gedər. Aha, əla, qalar 4'də 3. Demək uşaqlar, gəl indi nəyə keçək? Bölməyə. Aha, bölmədə nə edirik? Malum birinci olduğu Bölmə kimi qalır, ikincinin tersine çevirilir. Sonra da bölmede vurmaya çevrilir. Aha, İkinci elə bir ədəd. şey yazaq ki, çox bir şey getməsin. Dursan, bura yazaq 50, burada olsun 40. Aha, necə eləyərəm uşaqlar? Benim 16'da 15'i vuruyorum. 50'de 40'a da Tersine çevirerek vurarak. Vurma bölmeli evet. de o. Bəs tutaq Vuram. ki, uşaqlar, mən 3 dənə, 4 dənə kəsiri yan-yana yazsam necə olacaqdı? Yine aynı şey eləməliyik. Devam. Necə? Eyni şey, yəni. Yani indi tutaq ki 3 dənəsini 4 dənəsini dalbadal yazıbsınız da həmişə eyni qayda ilə eləmirik. Eyni qayda, yəni. Hamısının mı yerini Sonuncu dəyişirəm? nədir? Birinin mi yerini dəyişirəm? Birincinin mi yerini dəyişirəm? Yerim dəyişir. Son değiştirmeyelim. Baxın uşaqlar, birinci eyni qalır, digər hamısı yerini dəyişir. Tutaq ki 4 dənə kəsirdir, birinci eyni qalacaq, qalan 3'ü dəyişəcək.
Yəni neçədən kəsir verirsə versin sizə, fərqi yoxdur. Həmişə birinci qalar, digərlər yerin dəyişər. Aydın oldu mu? İndi gəlin Bəli. buradan ixtisarımızı aparaq. 16 ilə 40-ı neçəyə aparım? 4'e 16 karar. 4 kalar. 40 kalar. Tamam, 15 tane de aparaq. 8'e de apara bilərdik əslində. Olar, Şöyle doğrudur, fərqi yox. 15 ilə 50-ni gəlin aparaq, neçəyə aparaq? 5 15 karar. 3 eləyər, 50'ni də 5'e 10 eləyər. 5'e Sonra bu onları da apararam mı? Bəli. 10 ona bir dəfə, 10 ona bir dəfə. Və salam. 4 vur 1, 4, 3 vur 1, 3. Aydın oldu. Demək, bölmədə nə edirik? Birinci olduğu kimi qalır. Digərləri nə varsa hamısı yerində dəyişir. Sonra vurma. Nə edirik? İxtisarlarımızı aparırıq və cavabımızı tapırıq. Əgər yenə burada da tamla olan varsa, mütləq hər birini düzgün olmayana keçməliyik. Tam ola vurma bölmə əməli edə bilmərsiniz. Yaxşı uşaqlar, sonra gələk nəyə? Gəlin bir onluq kəsirə keçək, sonra oradan da dövrüyə keçərik. Onluq kəsirlər nədir? Bizim bu vergi ilə yazdıqlarımızdır da, elə deyil. Məsələn, mən yazaram. Bu necə oxunar? Bir tam. 1 tam indi 7. Aha, əla. 1 tam mində 7. Bu? 7 tam 13. 7 tam 13. Aha, əla uşaqlar. Düşünürəm ki, bunları toplayıb vurmada, çıxmada, bölməsində bir çətinlik olan varmı? Xeyr. Yox mu? Xeyr. Xeyr. Aha, əla. Çünki oralara girib, asan yerə girib çox da vaxtımızı aparmaq istəmirəm. Çünki inteqralımız var ona görə. Tamam uşaqlar, gələk dövrlərə. Dövr kəsir nədir? O hardan çıxır ki? Niyə biz dövrdən istifadə edirik? Mənim cavab çıxmayanda mən dövr çıxanda məsələn 2 tam onda 6-dır. Həmişə 6 çıxır, dövrdə 6 dövr edir. Aha, biz o altıları böyle uzun yazmamaq üçün deyirik ki, 2 tam dövrdə 6 Dövrdə yazaq. Aha, Bəli. yaxşı uşaqlar, tutaq ki, bizə kəsirlər verib. Yəni adi kəsirlər verib. Mənə deyir ki, bunların dövrü ya da dövrü olmadığını necə tapa bilərəm mən? Baxın, ondan əvvəl də sizə bir sual verim. Adi kəsir, onluq kəsir necə keçirik? Məsələn, 4-də 3-ü mən onluq kəsir necə keçim? Mən sürətli Mən- məxrəcə bölürük. Sürət Aha, məxrəcə bölürük. Sürətli məxrəcə bölərəm. 5 tane. Aha, ya ona 100-ə 1000-ə gətirməliyik məxrəci, yaxud da sürət məxrəcə bölürlər. 3-ün içində 4 yoxdur, 0 dəfə. 30-un içində 4, 7 dəfə çıx. 28, 2. Bu da 5 dəfə. O da 0 yazaram, bu da 5 dəfə. Nə oldu? 0,75. Bu nədir? Bunun bir sonu var. Bu burada stop elədi, qaldı. Bəs uşaqlar, bizə kəsirlər verir, adi kəsirlərdir. Mənə deyir ki, yəni bölsəm taparam cavab. Amma mənim imtahanda onların hər birini 5 variantın 5-ində sürətli məxrəcə bölməyə vaxtım yoxdur. Mən onu hardan bilim ki, bu dövrüdürmü ya dövrü sonludurmu? Sonludurmu, sonsuzdumu? O hardan bilim? Məxrəci Son 2 və 5 bilməm. nömrə etsə, bu Yəni sonludur. 2 və 5 dənə. Hə. Əgər başqa Aha. bələt varsa, bu sonsuzdur. Aha, əla. Demək uşaqlar, biz nə edirik? Məxrəcəki ədədin sadə vuruqlarına baxırıq. Yalnız 2-lərdən və 5-lərdən ibarətdirsə, bu sonludur. Amma yox, ancaq 2 də olar, ancaq 5 də olar, 2 ilə 5-in kompozisiyası da olar. Amma 2 ilə 5-dən başqa oraya bir dənə başqa bir şey giribsə, nə olur? Sonsuz olur. Məsələn, yəni 2 ilə 5 qarışıq belə deyək. Yəni, ancaq 2 ilə 5-i qarışdırıblar. 2, 2, 2 gəlir, sonra ancaq 5-lər gəlir, belə deyək. Bildim. Çok sağ ol. Dəyməz. Məsələn, yazaq. 7. Məsələn, birini yazaq. Oy. Hansı sonludur, hansı sonsuzdur? Yəni birincisi sonsuzluq, qalanısı sonlu. Başqa bir şey olan?
Tamam. Birini də gəlin biraz da yazaq uşaqlar nümunə olaraq. Tutaq ki, yox, dəqiqə. Sonludur da mənim. Bəs bu? Bu da sonludur da mənim. Aha, sonludur. Niyə? Niyə sonludur? Çünki mənim 2-dən 5 qalır da şeydə, sadə vurğularında. Hansından danışırsan sən gözəl? 48-15 deyirəm. 48-in içərisində 3 yoxdur. Doğrudan da var. Hə, onda necə olacaq? 2-yə 20. Yəni 3,2-dir də. Bu sonuncu sonludurmu, sonsuzdumu? Hər kəs də fikir əsaslandırsın. Sonsuz. Sonsuz. Niyə sonsuzdur uşaqlar? Mən ona görə Sadə vurğuların ayrılışında 3 də var. 3 də var. Neçələr? Baxın, özləri imtahanda da qəsdən belə edirlər. Mən bunun ixtisar etsəm, bu 16-da, bu da 5 qalarmı? İçindəki 3 artıq yoxa çıxdımı? Baxın, 48-in içində 3 var idi. Bu 3 15-in içindəki 3-lə yoxa çıxdı. İndi bu sonludur, sonsuzdur. Sonludur. Sonludur. Baxın uşaqlar, imtahanı özdə qəsdən salırlar. Sonludur da. Cavab 3,2 deyil. Aha, amma uşaqları indi sən ona dedin. Uşaqların çoxu gördün ki, çaşdırdı. İmtahana da uşaqlar baxın. Bir deyirlər ki, imtahanı sualı salan da bilir ki, hə, uşaqlar 2-5 qaydasını bilir. Amma uşaqlar o qədər tələsirlər ki, o qədər hə bilirəm bu sualı yazım digərinə keçim edirlər ki, belə olan şeyi itirirlər və özləri qəsdən bilə-bilə də bunu salırlar. Baxın, sınaqların falan çoxuna baxsaq görəcəksiniz ki, mütləq orada bir dənə ixtisar olunan salırlar arasına. Məsələn, sizə kəsirlər verirlər, variantlarda deyir neçəsi sonludur. Hə, siz say çıxarmalısınız orada, neçə dənəsinin olduğunu saymalısınız. Araya mütləq ki 90-95%-nə bir dənə beləsini qoyurlar. Amma halbuki o ixtisar etsəz, o içindəki əlavə olan o 3-dür, 7-dir, hər nədirsə yoxa çıxır. Ona görə diqqətli olun. Yaxşı uşaqlar. Yaxşı. İndi gəlin onluq kəsirləri adi kəsirlərə keçək. Tutaq ki, bir dənə yazıram belə bir şey. Onluq dövrü kəsirlər özü neçə yerə bölünür? Qarışıq dövrü, bir də saf dövrü. Yerə. Aha, qarışıq nədir, saf nədir? Başqa bir desin, Turan yox. Müəllim saf orada mən saf olanlar var. Məsələn, 2 tamında müəllim Birinci yazdığımız müəllim safdır. Amma ikinci yazdığımız qarışıq. Çünki qarşısında rəqəm var da. O dövrün qarşısında Əgər rəqəm deyirik- varsa. Aha, düzdür. Gözəlim. Demək deyirik ki, əgər vergüldən sonra birbaşa dövr başlayırsa safdır. Amma yox, ədəd gəlir sonra dövr başlayırsa nədir? Qarışıqdır. Yaxşı. Demək, yəni bunları kəsə keçək. Nur, adın Nurdumu, gözəlim bilmirəm. Kəsirləri necə keçərəm? Birincisində məsələn müəllim 2,99-da 37 olacaq. Aha, demək deyirik ki, tam öz yerində qalır. Dövrdə olan ədədlərin sayı qədər Sayı 9 yazacaq. 1, 2, 2-dən 9 yazdım. Surət? 37. Aha, 37. aşağıdakı başqa biri desin. 3 tam 90-da 29. İxtisar Mənim mı? 3-dən 990 olur axı. müəllimə deyim. Aha, baxın, demək nə dedik biz? Dövrdə olan ədədlərin sayı qədər 9. 1, 2, demək 2 dənə 9. Olmayanın Üstündə- sayı qədər 0. Bir dənəsi dövrdə deyil. Baxın, tamla işim yoxdur ha. Tamda neçə dənə ədəd var, o məni maraqlandırmır. Vergüldən sonrası ilə də işim. Bir dənə dedim çöldə deyə bir dənə 0 yazıram. Surətə nə yazım? 91 yazdı. Mənim bu da olacaq 291 çıxasın 2. 91-dən çıxacaq 2-ni mötərizə xərcindəkini Aha. çıxarır. Aha, bütöv ədədimdən çöldəkini çıxıram. 291-dən də 2-ni çıxsam 289. Sonra da ixtisar və sair varsa da ixtisarlarınızı aparıb cavabınızı yazırsınız. Dedim. Aha.
Tamam. Ədədin hissəsi necə tapılır uşaqlar? Tamam, ədədə hissə göstərən bir də vurmalıyıq. Aha, yəni bu Yəni bunun fərqi yoxdur. Ədədin- Adi kəsirli, onluq kəsirli fərqi yoxdur. Ədədin hissəsini tapmağımız soruşursa bizə ədədi hissə göstərənə vururuq. Məsələn, mənə deyə bilər ki, 30-un 6-da 5-ini də tap deyə bilər. 0,32 hissəsini də tap deyə bilər. Ədədin hissəsidirsə, ədədi hissə göstərənə vururam. Hə, bununla bunu ixtisar aparıram. 5. Aha, sonra da 0,32 hissəsini tapanda yenə vurursunuz. O da səhv eləmirəmsə 9,6 etməlidir. Aha, bunu da vursaz buna. Bu da eləyir 9,6. Demək, yəni fərqi yoxdur. İstir adi kəsir, onluq kəsir. Hissə soruşursa, ədədin hissəsi göstərənə vurursunuz. Bəs hissəsinə görə ədəd Bölürük. Onda bölünür. Ədədi hissə göstərən Aha. kəsrə bölünür. ədədi hissə göstərənə bölürük. Məsələn, mənə deyər 8-də 6 hissəsi 24 olan ədəd. Nə edərəm? 24-ü bölərəm 6-ya. Yəni, vuraraq 6-da 8-ə. Bəziləriniz arada çaşdırırsa, bunun məxrəci yoxdursa, uşaqlar 6-na 1 yaza bilərsiniz. Onun bir şeyi yoxdur, yəni problem deyil. 6 6-ya 1, 24 6-ya 4. Bu da nə edər? 32. Aydın oldu. Bəli. Kimin də sualı varsa versin uşaqlar. Biriniz Mən digərinizdən çəkilən, yaxud mən belə ümumi keçirəm kəsirlərdən vaxtımız azdır deyə. Amma ağlınızda qalan zəif bildiyiniz bir hissəsi varsa sual verə bilərsiniz. Yoxdursa da keçək məncə inteqrala. Bəli, mənim keçək. Çünki burada yeni uşaqlar da var. Demək, yeni qoşulanlar üçün deyim. Buradakilərin çoxu artıq 9-u bitirib 10-a keçirəndir. Ona görə dedik ki, biraz da yeni olan mövzulardan anlayış kimi verək. İnşallah hazırlığa qoşulanda da istər bizlə qoşularsınızsa, başqasından qoşularsınız, onda da keçəcəksiniz. Müəllim, Demək, biz törəmədən keçəndə- sual cavab edəcəksiniz. Görmədən gəlin yaxşı uşaqlarında 1-2 dəqiqə belə sual eləyək, sual cavab eləyək. Məsələn, deyirəm ki, öyrənmisiniz, heç baxan var düsturlarına? Bəli. Bəli. Müəllim, mən bilmirəm, mən vəbşə 7-ci sinifəm. Tamam gözəm, problem deyil. Məsələn, tutaq ki, mən deyirəm ki, 5 x kubu üstəgəl 6x-in törəməsin. Kim deyə bilər mən? Ayrı-ayrı törəmədən tapmalıyıq. Yəni, burada 5 olduğu kimi qalır. Bir X kubunu dəqiqə, tapdım. bir dansın. Gözəlim, sən nə dedin? Mənim bu neçəncisi mövzusudur? Bu 10. Sən neçənci sinifsən? Mən 8-ci sinifi bitirmişəm. Ona görə soruşdum. Hə, buradakilərin çoxu 9-u bitirib 10-a keçəndi deyə. Biz dedik ki, dərsin yarısını birinci hissədən başlayaq. Digər yarısını da bu 10-cu sinif uşaqların işinə yarasın deyə digər mövzulardan. Oldu mənim, çox sağ olun. Dəyməz gözəl. Tamam. İndi cavab vermək istəyirəm. Bunun törəməsinə Müəllim, bərabər. Mənim burada 5 olduğu kimi qalır. Sonra mənim x kubunu çıxartdım, mənim qarşısına mənim 2x kvadrat yazırıq. Mənim sonra üstə gələnsin, mənim 6x-in törəməsi mənim elə mənim 6 olur. Aha, baxın, ilk dəfə qoşulanlar üçün deyim. Baxın uşaqlar. Biz deyirik ki, sabitin törəməsi 0-dır. Ümumi olaraq gəlin buradan bir xatırlatma eləyək. Sabit də nədir? Bu ədəddir. 7, 5, -3, 4-də 3, yəni fərqi yoxdur. Törəməni də bu üstünə ştrixlə göstərik. 5-in törəməsi, yəni sabitin törəməsi 0-dır. X-in törəməsi nə idi? 1. X-in törəməsi 1 idi. Aha, x üstü n-in törəməsi nə idi? N x üstü n çıxılsın 1. Aha, yəni bu üstündəki nəticə düşür aşağı, x. Bu n-lə də 1-in azaldırıq. İndi baxaq. Burada 5x kubu nə deməkdir? 5 vurulsun x kubudur da. Bu 5-dən işim yoxdur. Bu 5 qaldı. Bax, bu x kubu nədir? X üstü n-ə oxşardır. Onda nə nədir? 3 düşür qabağa. Turan, sən nə demişsən, mən də onu yazdım. 3 düşür qabağa. Nə olur? X. 3-ün də n çıx 1 idi axı. 3-dən də 1-i çıxdıq 2. Üstə gəl. 6 vurulsun. X-in törəməsi. X-in törəməsi nə idi? Bir gəl yazaq onda. Bu da 6 vurulsun 1. Onda bu nə olur cavab olaraq? 15. X kvadratı üstə gəlir 6.
Yox, artıq tələsməyin. Yaxşımı? Sizə hələ ki Bəli. çox çatmaq da lazım deyil. İndi integral uşaqlar törəməklə əlaqəlidir. Bir-biri ilə bağlı mövzulardır. Ona görə əslində inteqrala toxundum. Məsələn, gələn dərsdə limitə baxarıq. O da yenə onun da içərisində. Limit maraqlıdır. Heç törəmə çox da lazım deyil, amma bir hissəsində sırf törəmə lazımdır. Ona görə törəməyə başladım ki, bir törəmə ilə bir neçə mövzunu hardasa az-çox anlayış kimi başa düşə biləcəksiniz. Demək, baxın, sizə o uzun-uzadı kitab qaydasını vermirəm. Onsuz da lazım da deyil. Heç bir yerdə onu sizdən də soruşmayacaqlar. Əsas odu nədir? Baxın, integral nədir uşaqlar? Biz deyirik ki, integralda mən elə integral verir mənə, tap deyir bunu. Biz orada elə bir şey tapırıq ki, mən orada düşünürəm, nəyin törəməsi mənə şərtdə soruşulanı verir. Yəni əsas şeyimiz budur. Deyirik ki, baxın, qayda olaraq Necə belə müəllim deyək. başa düşməni bir də deyəcəksiniz. İndi verəcəm indi. Bax, məsələn, deyirik ki, məsələn, tutaq ki, bax, mənə verir integral x kvadratı dx. Hə? Yəni, mən düşünməliyəm ki, nəyin törəməsi mənə x kvadrat verir? Həmin ədəd mənim bu integralımın cavabıdır. Bizim, bax, yəni integral budur. Ona görə dedim törəmə ilə əlaqəli. Törəmənin düsturları ilə də oxşardı. Düsturların tərsini görəcəyik burada. Məsələn, o yenə deyirəm, kitab qaydasını və s. vermirəm. Deyirəm ki, mən nəyin törəməsi mənə x kvadratı verəcəksə, mənim cavabım odur. İndi keçəcək. Nə olduğunu indi birazdan öyrənəcəyik. Birinci burada baxaq, bu dx nədir? Bu integral işarəm nədir? Bunun burasında sərhədləri olur bəzən, bəzən olmur. Bu nədir? Birinci ümumi olaraq işarələməmizi tanıyaq. Baxın, burada bizim fx funksiyamız olur. Belə ümumi olaraq yazsaq, yəni burada mənim hər hansı bir funksiyam olur. Burada niyə dx yazır? Yəni x dəyişəninə görə olan integralını tapacağam. D əslində derivativdir, ingiliscə törəmə sözüdür. Yəni burada x dəyişən olduğu üçün burada x yazır. Əgər burada y olsaydı, buna dy yazacaqdıq. Yəni o dəyişənimiz nədirsə, o ona aid olur. Sonra burada mənim integralımın sərhədləri var. A, çox üzülürsən şu an. Hə. Demək, biz buna nə deyirik? İntegralımızın sərhədləri deyirik. Əgər integralımızın sərhədləri bizə göstərilibsə, yəni bu A ilə B verilibsə, bu müəyyən integral adlanır. Əgər yox, bu A ilə B bizə verilməyibsə, buna qeyri-müəyyən integral deyirik. Yəni bu integralın ətrafındakı şərti işarələr bunlardır. Məsələn, düsturlarına biraz baxsaq, məsələn, deyir ki, bizə integral x üstü n dx. Yəni, nəyin törəməsi mənə x üstü n-i verər? Mən onu tapmalıyam. Bu da nəyə bərabər olacaq? X üstündə n plus 1 böl n plus 1. Oy, 1 neymiş? 3 neymiş? 1. Aha, bir də üstə gəlsin S yazırıq. Niyə uşaqlar? S sabitdir. Sabitin törəməsi mənə nə verir dedik? 0. Yəni, bunun mənə törəməsi nəyi verməlidir? X üstü n-i verməlidir. İndi misal üstünə göstərəcəm, daha aydın olacaq. Mütləq biz həmişə qırağına o S-ni yazırıq. İntegralın suallarını ikinci hissə topludur. Oradan da açacaq görəcəksiniz ki, həmişə qırağında plus S-si var. Məsələn, tutaq ki, yazaq, integral x kvadrat yazmışdıq. O misala baxaq. X kvadratı dx bərabərdir nəyə? X üstü n plus 1. N-im nədir mənim? 2. 2-ün üstünə 1 gələyim. 3. Həmin o 3-ə də bölürəm. Üstə gəlinsin S. Üstə gəlinsin S. İndi baxın uşaqlar, qıraqda mən bayaq nə dedim? Yəni nəyin törəməsi mənə x kvadratı verir? Mən qıraqda əgər x kubu böl 3-ün törəməsini tapsaydım, nə olacaqdı? Bu 3-də 1-dir də, 3-də 1 olduğu kimi qalacaqdı. Bu x kubunun başındakı 3 qabağa düşəcəkdi. Bu da x, üstündəki 3-də 1 vahid azalıb 2 olacaqdı. Baxın, 3-lərim də ixtisar gedir, əlimdə qaldı x kvadratı. Gördünüz? Yəni, tapdığım ifadənin törəməsi mənə bunu verir. Haradasa başa düşürük?
Bəli müəllim. Yeni mövzudur. Ona görə ola bilər ki, biraz çətin gəlsin. Amma öyrəndikcə, işlədikcə görəcəksiniz ki, törəməli inteqraldır. Bunlar həqiqətən maraqlı bölmələrdir uşaqlar. Sonra sinusun törəməsi nəyə bərabər idi? Mənim kosinus x. Kesinlikle. Mənfi konsinüsiya daha doğrusu. Mənim kosinus x yanında mənim C yazmalıyıq. Aha, indi baxın, sinus x'in bu inteqralı nə olacaq? Mənfi kosinus x, bəli, plus c. Çünki c sabitdir, sabitin törəməsi sıfırdır axı. Mən bunun törəməsini tapsam c sıfırdır deyə yoxa çıxmış olacaq. O qalmamış olacaq. Ona görə mütləq yazır. Onsuz da açıq sual kimi olsa, sizə imtahanı açıq sual kimi düşsə, siz əgər plus c-ni yazmasa, sizdən bal çıxa bilərlər. Amma qapalı sual kimi olsa, onsuz da sualların, variantların hamısını görəcəksiniz o plus c-ni. Aha, kosinusunki də nə olacaq? Mənim sinus Sinus x istiqaməti x C. plus c. Sinüs Yəni x plus digəri ilə hardasa oxşardır. Yəni törəmənin düsturlarından bir-birinə oxşardır. Ondan sonra sizə çox lazım olmayan tangens kvadratından və s. hələ danışmıram. Məsələn, y üstü x var idi. Y üstü x-in törəməsi nə idi? Mənim y üstü x idi elə. Aha, baxın uşaqlar, y üstü x-in Y üstü- törəməsi də integral da özünə bərabərdir. Törəməsi də integral da özünə bərabərdir. Sonra, əgər 1 bölü x görürəmsə, nə olacaq? Bu ln-ə gedəcək. Ln x plus c. Yenə, baxın, biz törəmədə əgər mənə mürəkkəb funksiya verirdisə, nə edirdim mən? Mənim birinci tapırdıq, sonra mənim arqumentini tapıb mən yazırıq. Aha, birinci düsturumuza görə veriləni yazırdıq. Düsturum mənə nə verirdi sonu. Bir də nə edirdik? Mürəkkəb funksiyadsa həmin funksiyanı da ayrıca törəməliyib vururduq. Burada da həmin şey var uşaqlar. Əgər düsturunuzdan kənardırsa, həmin o verilən funksiyanın yenə törəməsini tapıb yanına yazacağıq. İndi misallarda göstərəcəm sizə. Sən çox lazım olanlar bunlar olar. Hə, bir də üstlü ola bilər. Məsələn, üstlü funksiya kimi a üstü x olsa, yəni ən çox lazım olanları yazıram. Bu da a üstü x böl ln a plus c-dir. Ən çox sizə lazım olanlar düşünürəm ki, bunlar olar. Aha, belə. İndi gəlin bir-iki misala baxaq. Ondan sonra yeyək. Gəlin elə toplunu açın. Topludan bir ucudan başlayaq. Toplu 2'deydi. Şimdi tapacağım. Hı. Çok üzülürsen şu an. Ha, şu anlar üzülürsen açmalıydım уже. Demek. Buradan integral bir tapa. Bunun da mündərcəti yoxdur uşaqlar. Buna görə. Ha, az qaldı. Bəli, mən 7-ci sinifəm, mən bunları başa düşmürəm. Olar mənim çıxım. Ha, olar gülüm. Tamam, все Sağ olun. tapdım. Sağ ol. Ha, все tapdıq. Gəlin başlayaq şu an. Gəl lövhəni də açaq. Şu. Aha. Mənə deyir,
Demək, mən deyir ki, birinci sualda fx bərabərdir sinus 2x funksiyasının nəyin tapın? İbtidai funksiyasının ümumi şəklini tapın. Gəlin tapın. Trigonometriyə heç giriş eləyəniniz olub? 9-da müəlliməsi deyən danışan olub? Amma az olub, mən çox girişməmiş. Xeyr. Tamam, olsun uşaqlar. Mənim ibtidai funksiya nə deməkdir? İbtidai funksiyasında bizim belə bayaqdan bu danışdığımız şeylər, yəni inteqralın girişi, ibtidai funksiyadır. Baxın, çox deyirik, əslində ibtidai funksiyanın gəlin qaydasını deyim. Baxın, tutaq ki, bizim 2 dənə funksiyamız var. Əslində 2 dənə, baxın, deyək ki, bizim ibtidai funksiyanın olduğunu deyirəm. Mənim bir dənə fx funksiyam var. Mənə bir dənə fx funksiyasını verib, amma məndən elə fx funksiyasını tapmağımı istəyirlər ki, bunun törəməsi buna bərabər olsun. Yəni, bayaqdan əslində danışdığımız şey. Mənə elə bir funksiya verir ki, bunu verir. Və elə funksiya tapmağımı istəyir ki, bunun törəməsi mənə nəyi versin? Digərini. Yəni, bayaqdan əslində inteqralı izah eləyəndə o danışdığım. Yəni, nəyin törəməsi mənə o inteqralda şərtdə veriləni verir. Odur. Aydın oldu mu? Aha. İndi uşaqlar baxıram. Nəyə? Mən nə deyir? Fx funksiyasını verib. Nə deyir? İbtidai funksiyanın ümumi şəklini tapın. Demək, neyinirik? Fx bərabərdir sinus 2x-i. Baxın, mənə elə bir fx funksiyası verib ki, və mən elə bir funksiya tapmalıyam ki, yəni cavabları mən elə bir şey çıxarmalıyam ki, mənə o cavabda tapdığımın törəməsi sinus 2x verməlidir. İndi biz qaydamıza görə nə dedik? Biz qaydaya görə dedik ki, sinusunki nədir? İntegralı. Mənfi kosinusdur. Mən yazıram sinusu deyə, mənfi kosinus 2x-imi yazıram. İndi baxın uşaqlar, burada mən düsturumda sinus x-dir. Amma burada 2x-dir. Nədir? Bu mürəkkəb funksiyadır. Ona görə biz nə deyirik? Deyirik ki, bu mürəkkəb funksiyasını törəmədə nə edirdik? Mürəkkəb funksiya olanda həmin o funksiyanın törəməsinə də ayrıca vururduq. Burada da həmin funksiyanın törəməsini nə edəcəm? Böləcəm. Yəni 2x-in törəməsi mənə nə verəcək? 2. 2 və bölürəm deyə onu 2-də 1 kimi qarşısına yazıram. Güzel. Aydın oldu. O da baxın ev aydınına. Bunlar bir kəsirdə yazılır. Törəmədə vururuq, burada bölürük. Tərsinə bölərik. Plus sesi də qırağında var. Mənim test 9-dan neçənci səhifədədir o? 139 oldu səhv eləmirəmsə bir dəqiqə. 136. Sonra baxın məsələn uşaqlar 3-cü suala baxaq. Mənə deyir ki, fx bərabərdir mənfi 5. Yəni nəyin törəməsi mənə mənfi 5-i verər? 5-in? Yox, mənfi 5x-in. Mənfi 5x. Sıfırın törəməsi mənə 5. Baxın uşaqlar, mənfi 5x-in. Turan, sıfırın törəməsi sənə necə mənfi 5 versin? Orada mən mənfi 5 deməm 0 olmur, ona görə deyirəm törəməsi. Bax, mənfi 5x-dir. Niyə? Mən bunun törəməsini tapsam, mənfi 5-im qalar, x-in törəməsi 1, mənfi 5-i 1-ə vuraram, mənfi 5. Aydın oldu mu? Bir də plus sesi Mənim. Törəmənin tərsi də əslində. Bu şola işlə görə öyrəndim. İlk dəfədə görürsünüz bu mövzuları. Ona görə sizi qınamıram. Hə, çox sağ ol. Amma yəni bir 10-cu sinifdə görəcəksiniz, bir də 11, sonra da canınız bitəcək, qurtaracaq. İnşallah. İnşallah. Sonrakən biraz qabaqlara gedək. Hı -hı, 12 var. Yenə mənə nə istəyir? İbtidai funksiya istəyir. Gəlin baxaq, 12-yə baxaq. Aha, uşaqlar, gəlin 12-yə baxaq. Yazıram fx
Məsələn, uşaqlar belə bir şey yadınıza salın. Mən tutaq ki, 1 bölünsün 2 üstü 3-ü yaza bilərəmmi 2 üstü -3? Bəli. Bəli. Və yaza bilirəm də bunu. Ondan istifadə edəcəm. İndi baxın. Mən bunu yaza bilərəm. 5 vurulsun 2x plus 3 üstü -3. Aha. Yaza bilərəm də deyil. Demək bunun nəyini tapacağam? İntegralını tapacağam. İntegral. İndi yazıram. Böyük fx. İptal funksiyasını soruşur məndən. 5'mi yazıram. 5'imlə heç bir işim yoxdur. Amma 2 də qalır. Aha, indi bir gələk. Biz nə dedik? Dedik ki, x üstü n'in integralı nə olacaq? X üstü n plus 1 böl n plus 1. Yəni 5, bölgü oxşadı. 5 vurulsun 2x plus 3 üstündə -3 üstə gəl 1. Neyniyəcək? 2. -2. -2 böl -2. Onlar da cedirlər. Aha, tələsməyin. Bir də mən axı düsturumda x üstü n idi. Amma bu 2x plus 3 üstü n'dir. Yəni mürəkkəb funksiyasını eləyəcəm. Bir də bunun İntegral. törənməsinə böləcəm. 2x plus 3'ün törənməsi nədir? x plus 3'ün törənməsi nə İki. uşaqlar? Mənim 2. Aha, 2x'in törənməsi 2, 3'ün törənməsi də 0. O da oldu mu 2? Yəni bir də nə edəcəm? Bunu 2'yə böləcəm, onu da buradan yazıram. Oldu? Bəli. Bura qədər nəyə başa düşmədinizsə deyin. Hər şey aydındır? Aydındır, başa düşdüm. Aha, indi baxıram ki, cavablarda bu kəsir, bu ifadəni atıb aşağı, ona görə mən də atacağım aşağı. Məxrəclər 2-ni -2-yə vurdum, -4. Bu 5 öz yerində. Baxın, bu 2x plus 3 hamısında məxrəcədir deyə mən də bunu neyirəm? Məxrəcə atacağım. 2x plus 3 üstünə məxrəcə atdım deyə müsbət 2. Başa düşdük. Mənfi 4'də 5, 2'də plus s'si o da neye düşür? A variantına düştü. Bakın. Neyi başa düşmediyse gönderin gelsin. Sualınız yoktursa benim size sualım var. 13'ü yazın. Göstereyim şu an. Müəllimə, siz onu ikinci hissə test opsiyasına dediniz. Neçənci nəşrdir mənim o? Neçənci idi indi? 2023'tür de sabır. En sonunda. Yenidir. Mən axtarıb tapa bilmədim. Mən 136-da deyiləm, mən bilmirəm. Sen de çənciydi? Məndə mənim çet o birisi illərin deyə. Hə, amma İkinci var ildir. yəni ikinci sənin həmin dərəcətə bax suallar eynidir, sadəcə yerlər dəyişir. Bəli, səhifəsi var. Deyim, dərziyyatı yoxdur. Ya məndə olmadı. 2019'dur səndə. Bəli, müəllimə. Bir dəqiqə məndə var. İntegral 120'də.
Yazırsınız uşaqlar. Bəli, müəllim. Bəli. Yes. Səhifə 120-də. İstəsən yazarsan, mən dərcət ataram sənə. Məndə var. Aha, bəli, mən də tapdım, çox sağ olun. Tamam. Alınır uşaqlar. Biraz qaldı mənim. Tamam. Az da bəli alınır. Əla. Mənim cavab C variantıdır. Digərləri də yazsın. Sonra deyim. Mən 8-ci sinifdə oxuyuram. Bunu keçməmişəm. Sadəcə 12-ci sualını oxşardı deyə üst-üstə Ailə qoyub, mən də uyğunlaşdırıb yazdım. Ona görə soruşdum. Tamam, gözləm. Buradakı uşaqların bu dəqiqə çox eləyir. Çünki mövzu buradakilərin demək olar hamısına yenidir. Sənə lap yenidir. Buradakilərin hamısına. 8 bitdi, 9-a keçdin. Bəli, Uğurlar, bu il imtahanım var. çox sağ olun. Nə oldu Turan? Mənim A uyğun gəlir. Ay, uyğun gəlir. Gözləm, sən də tapmışdın. Mən C. Müəllim, Başqa? məndə C oldu. Aha, Mən də C-dir suallar. Nə bilim. C'dir. Gəlin baxaq. Mən də çaldım. Demək, bu fx mən funksiyam nə oldu? Yazaram mı? 4 vurulsun. Nə? 5x çıxılsın 3 üstü nə? -3. Oldu mu? Bəli. Bəli. İndi böyük fx-imi tapıram. Aha. Nə edirəm yenə? 4 ilə bir işim yoxdur. İndi bu x üstü n'in integralı kimi nə olacaq? 5x çıxılsın 3 üstü nə? -2. -2 böl nə? -2 Vur 5. vur 5 mi, böl 5 mi? Böl 5, Bölünsün müəllimə, bölünsün. Böl 5. Baxın, törəmədə onu vururuq. İntegralda bölürük. Все, ixtisarımı aparım. Bundan buna aparım. Burada 1, burada 2. Nə oldu bu? Mənfini unutmuram. 5'də 2. Nə? Bunu da atıblar aşağı deyə gəlin biz də ataq aşağı. Bunu mərkəzdən silin buradan. Niyə silmədi? Nə olacaq? 5x çıx 3'ün kvadratı. Bu da C variantıdır. Aydın oldu. Axırda niyə görə üstünə S gəlirik ki? C sabitdir. Bayaq biz törəmədə dedik ki, sabitin törəməsi sıfırdır. Məsələn, mən buna 7 yanına tutaq ki, mən bunu C yazmıram, 7 yazıram. Mən onsuz da bunun törəməsini tapsam, mənə nə verməlidir? Bunu verməlidir. 7-nin törəməsi 0 olub, onsuz yoxa çıxacaq. Yaxud 7 olmasın, yerinə -5 olsun. 4-də 3 olsun. 0 10-da 6 olsun. Heç bir fərqi yoxdur. Sabitin törəməsi 0-dır. Yəni mən elə bir funksiya tapmalıyam ki, həmin o funksiyanın törəməsi mənə bunu versin. Ona görə onu yazırıq ki, bu onsuz da törəmə tapanda bu buradan yoxa çıxır. Amma orada nəsə varmış kimi biz götürürük. Ona görə ümumi olaraq bir dənə C yazırıq. Müəllim, o bütün misallarda var. Bir dənə üçüncü misalda C variantından təkcə 0 yazdım. Yəni onun bir şey yoxdur. Yox, bir şey yox.
Bəli, bəli. Sağ ol. Değmez. Gəlin fərqli bir misala baxaq. Burada bəzi trigonometrik düsturlarla da onlara şey eləməyək. Məsələn, Mən 10-cu sinifin başlanğıcı hansı dərsdir? Elə törəmədir, yoxsa? baxın uşaqlar, istər 9, istər 10, istər 11-də siz hazırlığa qoşulanda sizlə natural ədədlərdən başlayacaqlar. Yəni bu istənilən müəllim Hə. belə edir. Bəzi müəllimlər istisna halda 11-ci sinifdə 2-ci hissədən başlayırlar. Amma 90% belə gedir. Yəni hamı natural ədədlərdən başlayır. Buradakı uşaqların çoxu da natural ədəd, yəni bildiyiniz bir şeyi dinləmək sizə sıxıcı gəlir deyə, onu da nəzərə alıb dərsin yarısını birinci hissəyə həsr edirik. Digər yarısını bilmədiyiniz sizə yeni olan bir mövzuya həsr edirik. Keçən dərs natural ədədlərlə törəmədən danışmışdıq. Bu dərsdə adi kəsirlərlə inteqraldan. Belə. Məmə gələn səfər bu dərsin davam edəcək bu mövzunu, yoxsa necə? Gələn səfər çox güman ki, fərqli mövzu keçəcək. Gələn səfər limit keçərik. İnşallah. İnşallah. Limit də Çətin maraqlıdır. dərs. Yo, limitin Mənim variant bu dərsini satın olsa. onu qrupda bildirirlər uşaqlar. Limit o qədər maraqlıdır. O qədər belə rahat variant atma üsulları var ki. İnşallah hər iki sən də deyərsən. Hesablamadan belə variant atıp yazacaksın. Uşaqların sevdiyi ən rahatı. Demək, gəlin baxaq, 20-yə baxaq. Bizə nə deyir yenə 20-də? Bu fx funksiyası verib, qrafik 1,6 nöqtəsindən keçən fx iddiayı funksiyasını tapın. Aha, neyirəm? Birinci bunun fx'ini gəlin tapaq. Mənə nəyi verib? Fx'i verib, 4x kubu çıx, 3x kvadratı plus 1. Aha, gəlin bunun fx'ini tapaq. Yəni bunlar nədir? X üstü n'dir də uşaqlar. Aha, onda nə olacaq? 4'dən işim yoxdur. X üstü n neydi? N plus 1 idi. 3 üstə gəl 1. 4. Bir də həmin ədədə də bölürəm. Çıx. Üstə gəl neymiş? Çıx. 3 yenə qalır. Yenə x üstü n'in integralı neydi? Baxın buradan gəlin yazın bir daha. Neydi? X üstü n plus 1 böl n plus 1 idi. Bu qayda əsasən yazırıq. Onda nə olacaq? X üstü 3 böl 3 plus nəyin törəməsi bizə 1 verirdi? X'in X'in plus Törəməsi. x. Hə, bir dənə də yanına s-mi yazdım. İndi nə edirəm? İxtisarlarımı gəlin aparaq. Всё, mənim əlimdə nə qaldı uşaqlar? X üstü 4 çıx x kubu plus x və plus s qaldı. Deyir. İndi mənə nə deyirdi misalımda? Bu funksiyasının qrafiki m 1,6 nöqtəsindən keçən fx ibtidai funksiyasını tapın. Aha, indi nə edirəm? Bizə burada birinci verilən x olur, digər verilən y olurdu. Elə deyil uşaqlar. Yəni mən harda fx bərabərdir? Fx də nə idi mənim? Adımdaydı burada bir-birinə bunlar qırağa ataq. Aha, mənim fx'im nə olurdu? Mənim y-im olurdu. Demək y-in yerinə 6 yazacağım, x-lərin də yerinə 1 yazacağım. Gəlin yazaq. 1 üstü 4 1 çıx 1'in kubu 1 üstə gəl 1 üstə gəl s-ni bilmirik. Bərabər nə olmalıdır? 6. Bunlar getdi. Buradan mən s-ni taparam mı 5? S oldu 5 uşaqlar. Bəli. İndi baxın, Bəli. s-ni biz niyə tapdıq? Çünki baxın, burada cavablarda s yoxdur. 20-ci sualın cavablarına baxın. S-nin yerinə nə olacaq? 5. Mənim funksiyam nə olmuşdu? Funksiyam bu olmuşdu. X üstü 4, çıx x kubu, üstə gəl x. S-nin yerinə də üstə gəl Plus 5. 5. O da B variantı. Aməndə deyirəm. Aydın oldu? Bəli. Bəli. Ümumi baxın nəyə bax. Birinci nə deyir? Bizə verilən funksiyanın inteqralını tapdıq. Sonra tapdığımız cavabda bizə verilən nöqtələr x, y yerinə yazdıq. S-ni tapdıq. Cavabımız çıxdı ortalığa. Kim başa Mən- düşmədi çəkləsin? Bu ikincisindən PDF-si mənə ata bilərsiniz. Tamam, göndərirəm qrupa. Sağ olun. Mənə bir dənə o qrup atarsan. Tamam, dərsdən sonra ötərəm şolar. İndi məsələn bunu siz baxın 19-a.
Yazırsınız uşaqlar. Mən B variantı. Bəli, müəllimə. Mənim A variantı olar. Mən B uyğun gəlir. Məncə də B-dir. Mən də bir aldım. B'dir uşaqlar. Gəlin, baxaq. Müəllimə x bərabər deyil, x-in kubu çıxılsın x-in kvadratı plus 5 x plus 1. Aha, A variantı olan kim idi? Müəllimə, məndə A variantıdır. O dediyim A Həqiqət? variantıdır. Əcəb uşaqlarda B-dirsə. Hə, plus 1 B variantındadır. Bax ekrana. Ha, müəllimə orada bir B variantı, məndə A variantıdır. Ona görə. Hə, sən köhnə topudan baxırsan. Vəsə, əla. Hər kəs demək yazıb. Əla uşaqlar. Başa düşdük. Bəli, müəllim. Bəli, müəllimə. Varmı sualınız? Xeyr, mən. Xeyr, Tamam, sağ ol. tamam. Çox sağ ol. Dəyməz. Demək inşallah dərsdən çıxandan sonra sizə atacağam. Yenidən. Atacağım topunu evdə baxarsınız, sualınız olarsa göndərə bilərsiniz, heç bir problem yoxdur. İnşallah gəlin dərslərimizdə görüşəndək. Tapşırıq İnşallah, vermiş çox sağ olun, mən minnətdaram. Sağ ol, müəllim. Proqramın birinci bölməsinə baxarsınız tapşırıq olaraq. Bəli, çox sağ olun. Necə? Bir şey demək istəyirəm. Buyur. Riyaziyyat dərsini daha çox keçsək olar. Ödənişsiz dərslər deyəsən, məsələn, bu həftə riyaziyyatsa, gələn həftə ingilisdir, digər həftə Azərbaycan dilidir, sonra deyəsən bir də riyaziyyatdır. Yəni o kursun özünü təşkil etdiyi bir şeydir. Tamam, yaxşı, çox sağ ol. Tamam. Yaxşı, çox sağ olun. müəllimə. Başqa sual olan varmı? Xeyr, müəllimə. Sağ ol, müəllim. Xeyr, müəllim. Tamam, sağ olun. Sağ olun. Gecəniz xeyir. Sağ ol. Çox sağ ol. Sağ olun.